Salam, hörmətli izləyicilər. Azərbaycan dilindən mövzu izahlarımız davam edir. Köməkçi nitq hissələrinin amonimliyi. Bugün ki-nin işlənmə məqamlarına baxacağıq. Ki həm ədat, həm bağlayıcı, həm də şəkilçi kimi işlənir. Ki bağlayıcı olanda ayrı yazılır, yalnız mürəkkəb cümlədə işlənir, yəni tabeli mürəkkəb cümlədə. Özündən sonra vergül işlənir, özündən əvvəl işlənən söz cümlənin xəbəri olur, cümlənin ortasında işlənir, uzun tələffüz olunur. Burada nümunə üzərində sadaladıqlarımızı tətbiq edək. Sən nə bilirsən ki, nədir haqq olan qiyamət? Burada gördüyümüz kimi ki cümlənin ortasında işlənib, özündən sonra vergül işlənib, həmçinin özündən əvvəl gələn söz cümlənin xəbəri vəzifəsində çıxış edib. Sonra ki ədat olanda. Ki ədat olanda ayrı yazılır, sadə və mürəkkəb cümlədə işlənir, əsasən vergülsüz işlənir, qısa tələffüz olunur, qüvvətləndirici və sual ədatı kimi işlənir. Sual cümləsinin sonunda işləndikdə sual ədatı, digər hallarda isə qüvvətləndirici ədat olur. Sən bunu bilmirsən ki, sual ədatı. Sən ki bunu bilirsən, qüvvətləndirici ədat. Təkrar olunan sözlərdə ki'dən sonra vergül qoyulsa da ədatdır. Çünki bədii məqsədlə edilən təkrar nümunəsidir. Cümlələr bir-birinə bağlamır. Yəni biz bundan əvvəl dedik ki bağlayıcı kimi işləndikdə özündən sonra vergül qoyulur. Amma ədat kimi işləndikdə vergül işarəsindən istifadə olunmur. Həmin bu qaydamız istisnadır. Yəni istisna hallarda ki cümlənin ortasında gəlir və özündən sonra vergül qoyulur. Amma bu məqamda da ədat olur. Həmçinin digər bir istisnamız da var. Ki ədat kimi işləndikdə özündən sonra modal söz gələndə vergül qoyula bilər. Yəni burada da vergül ki'yə görə yox, modal sözə görə qoyulacaq. Sən ki həqiqətən də saf adamsan, bizim müəllim ki doğrusu bunu bizə çox izah edib. Adətən əvəzli və şəxs adlarından sonra gələn ki ədat olur. Məsələn, nümunəyə baxaq, sən ki belə deyildin. Yəni burada baxırıq ki əvəzlikdən sonra gəlib və ədatdır. Mürəkkəb bağlayıcıların və modal sözlərin tərkibində işlənir. Mürəkkəb bağlayıcılar, madam ki, indi ki, bir halda ki, hərçənd ki, həmçinin modal sözlərin tərkibində də işlənir. Gərək ki, ehtimal ki və s. Ki şəkilçi olanda. Ki şəkilçi olanda bitişik yazılır. Sifət və isim düzəldən leksik şəkilçi kimi işlənir. Sifət düzəldən ki şəkilçisi ahəng qanununa uyğun olaraq 4 cür yazılır və əsasən zaman bildirən sözlərə artırılır. Hansı sualına cavab verir? Məsələn, bayaqki, dünənki, səhərki və s. Ki şəkilçisi yəlik halda olan əvəzliklərə artırılanda isim düzəldir. Məsələn, sizinki, özümüzünki, bizimki və s. Bu günlük bu qədər. Növbəti izahlarda görüşənə qədər.